Deməli, bugünkü mövzumuz olur faiz nisbət tənasüb. Faiz nisbət tənasübə başlamamışdan qabaq birinci nisbətdən bağlı danışmalıyıq. Birinci başlayıram nisbətdən. Deməli, indiyənə qədər öyrəndiyimiz əməllərdən biri bilirik ki, bölmə əməlidir və həmin bölmə əməlinin bir başqa adı nisbətdir. Qeyd eləyirəm ki, bölmə əməlinin bir başqa adı nisbətdir. Misal üçün, bizdən istəyə bilər ki, 4-ün 5-ə nisbətini tap. Onda 4 bölünsün 5 şəklində və ya 4 bölünsün 5 şəklində həm kəsir formasında, həm də adi bölmə əməli kimi yazıb qeyd etmək olar. Nisbətdən göründüyü kimi bölünən və böləndən ibarət olan bir ifadədir və buna görə də biz nisbətdə iki hədd olduğunu deyirik. Birinci həddimizə deyirik əvvəlki hədd, digər həddimizi isə deyirik sonrakı hədd. Sual yaranır ki, nisbətdən nə məqsəddən istifadə olunur? Nisbətdən o məqsəddən istifadə olunur ki, əvvəlki həddin sonrakı həddən neçə dəfə böyük, neçə dəfə kiçik olduğunu göstərmək üçün istifadə olunur. Elə ki, bu ifadədən istifadə etdik, onda belə bir haşiyə çıxmaq istəyirəm ki, nisbət sözünə ancaq dəfə anlayışı aiddir. Dəfə və dənə anlayışı nədir? Birinci onu kənarda izah eləyim. Ümumiyyətlə dəfə deyəndə, misal üçün deyirəm ki, 2-ni 3 dəfə artır. Dəfə artım demək, ümumiyyətlə dəfə sözü vurma və bölmədən söhbət gedir. Artma desə vurmadan, azalma desə bölmədən söhbət gedir. Deməli, mən sadəcə 2-ni 3-ə vurmalıyam, cavab eləyir 6. Amma bizə desək ki, 2-ni 3 dənə və yaxud da buna deyə bilər vahid artır. Dənə isə toplama çıxma deməkdir. Yəni, bu sadəcə 2 üstəgəlsin 3, o da bərabərdir 5 anlayışı deməkdir. Dəfə vurma və bölmədir, dənə toplama və çıxma anlayışıdır. Əgər əvvəlki hissəyə geri qaydası olsaq, nisbətdə anlayışı ancaq və ancaq dəfə anlayışıdır. Dənə anlayışı bura aid deyil. Deyir ki, əvvəlki həddin sonrakı həddən neçə dəfə böyük, neçə dəfə kiçik olduğunu göstərmək üçün nisbət anlayışından istifadə edilir. Nisbətin qaydasına nə deyir? Bir kəmiyyətin qiymətinin digər kəmiyyətin qiymətindən neçə dəfə böyük, neçə dəfə kiçik olduğunu göstərmək üçün nisbət anlayışından istifadə edilir və yaxud da nisbət deyilir. Bundan əlavə bir şey də burada qeyd etmək istəyirəm ki, nisbətdə istifadə olunan kəmiyyətlər, ölçü vahidləri eyni ölçü vahidləri olmalıdır. Yəni, mən ancaq metri metrə bölə bilərəm və ya santimetri santimetrə bölə bilərəm və ya kiloqramı kiloqrama bölə bilərəm. Ancaq mən kiloqramı litrə bölə bilmərəm və yaxud da metri santimetrə bölə bilmərəm. Yəni, mütləq şəkildə eyni ölçü vahidlərini ancaq bir-birlərinə bölmək, yəni nisbətini tapmaq mümkündür. Ümumiyyətlə, bu anlayış nəinki nisbət, riyaziyyatın bütün anlayışlarına istəyir cəbir, istəyir həndəsə, misalın şərtində istifadə olunan ölçü vahidləri eyniləşdirərək misalın həllini tapmaq lazımdır. Bir ölçü vahidi metrdə qalıb, digər ölçü vahidləri santimetrdə qalan zaman misalın yekun cavabı, məsələnin yekun cavabı hər zaman səhv alınır. Ona görə də mütləq şəkildə eyni kəmiyyətlər olmalıdır. İndi isə keçid eləyək tənasübə, tənasüblə bağlı geniş danışaq. İndi isə danışaq tənasübdən bağlı. Başlıq qeyd edirəm, tənasüb. Tənasübün qaydasına deyilir, iki nisbətin bərabərliyinə tənasüb deyilir. Yəni, A bölünsün B bərabərdir C bölünsün D şəklində və yaxud da ki, bu bərabərliyi kəsr kimi də qeyd edə bilərəm. A bölünsün B bərabərdir C bölünsün D şəklində göstərilə bilən ifadələr tənasüb adlandırılır. Tənasüb haqqında bir neçə xassələrlə bağlı danışacağam. Tənasübün bir neçə vacib qaydalarla bağlı danışacağam. Amma bundan danışmamışdan qabaq əvvəlcə danışmaq istəyirəm tənasübün qızıl qaydasından bağlı, qızıl xassəsindən bağlı. Deməli, tənasüb qeyd edirəm ki, A bölünsün B bərabərdir, C bölünsün D şəklində göstərilə bilən ifadələr tənasüb adlandırılır. Birinci qeyd etmək istəyirəm ki, bərabərliyin yanında duran hədlər orta hədlər adlandırılır. Bərabərlikdən kənarda duran hədlər isə kənar hədlər adlandırılır. Və tənasübün xassəsində deyilir, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir.
ortada duran hədlərin hasili, yəni B vurulsun C bərabərdir kənarda duran hədlərin hasilinə, yəni A vurulsun D şəklinə bərabərdir. Bəzən uşaqlar sual verir ki, bəs kəsr formasında olanda biz onu nə bilək? Ümumiyyətlə, kəsr formasında olan bütün ifadələri bu formada çarpaz vurmaq mümkündür. Həmin çarpaz vurmaq elə tənasübün orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir qaydasından yaranır. Onda A vurulsun D ifadəsi bərabərdir B vurulsun C ifadəsi olur. Eyni ifadə alınır. Deməli, tənasübün vacib xassəsi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Deməli, bunu haqda danışmışkən, elə buna aid bir neçə dənə xəssə izah eləmək istəyirəm. Hansı xəssəni? Deməli, yenə bir dənə tənasüb qeyd edirəm. Başlıq tənasüb kimi yazıram ki, A-nın B-yə nisbəti bərabərdir, C-nin D-yə nisbəti ifadəsində orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni, mən A vurulsun D ifadəsini bərabər götürə bilərəm B vurulsun C-yə. Bundan yaranaraq, bundan irəli gedərək bir neçə dənə xəssə qeyd edirəm. Birinci, orta hədlər öz aralarında yerlərini dəyişə bilərlər. Yəni, mən A bölünsün C bərabərdir, B bölünsün D şəklində ifadə yaza bilərəm. Yəni, orta hədlərin yerlərini dəyişdirdim. Bunun başındakı xətləri silək ki, aydın izah verim. Orta hədlərin yerlərini dəyişdirdim və yenidən tənasübün xəssəsini tətbiq edirəm ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Deməli, B vurulsun C bərabərdir A vurulsun D-yə. Yuxarıda yazdığım ifadə ilə yeni dəyişən zaman yazdığım ifadə eyni ifadə oldu. Deməli, isbat olundu ki, orta hədlər öz aralarında yerlərini dəyişə bilərlər. İkincisi, kənar hədlər öz aralarında yerlərini dəyişə bilərlər. Yəni, mən D bölünsün B bərabərdir C bölünsün A şəklində yaza bilərəm. Yenə tənasübün xəssəsini tətbiq edirəm, görüm doğrumu bərabərliyi alındı. B vurulsun C ifadəsi yenə bərabərdir A vurulsun D-yə. Yuxarıda yazdığım ifadə ilə aldığım ifadə eyni oldu. Deməli, yazdığım ifadə tamamilə doğrudur. Və nəhayət, orta hədlər öz aralarında, kənar hədlər isə öz aralarında yerlərini dəyişdirə bilərlər. Yəni, kənar hədlə orta hədd yerlərini dəyişə bilər. Mən orta hədləri kənar həddin yerinə, kənar hədləri isə orta həddin yerinə qeyd edə bilərəm. Yenə tənasübün xəssəsini tətbiq edirəm. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. A vurulsun D ifadəsi bərabərdir B vurulsun C-yə. Yenə yuxarıda yazdığım ifadə ilə aşağıda yazdığım ifadə tamamilə eyni ifadələr oldu. Deməli, üçüncü yazdığım bərabərlik də doğrudur. Onda tənasübü belə ümumiləşdirsək, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir və nəticə etibarilə 3 dənə xəssə yaranır ki, orta hədlər öz aralarında yerlərini dəyişə bilərlər. Nəticə etibarilə eyni bərabərliyi alınır. Kənar hədlər öz aralarında yerlərini dəyişə bilərlər. Nəticə etibarilə eyni ifadə, eyni bərabərliyi alınır və kənar hədlərlə orta hədlər yerlərini dəyişə bilərlər. Nəticə etibarilə eyni ifadə alınır. Deməli, hər üç xəssə də doğrudur. İndi isə keçsək tənasübün digər xəssələrinə. Tənasübün digər xəssələrində isə, deməli, birincisi, belə bir ifadə qeyd edirəm. A bölünsün B bərabərdir C bölünsün D-yə. Həmin bu nisbətin də cavabı olsun, yekun cavabı K ədədinə bərabərdir. Əgər belə olarsa, sürətdə duranların cəmini sürətə, məxrəcdə duranların cəmini məxrəcə qeyd edən zaman alınan ifadənin də cavabı elə həmin cavaba, yəni nisbətlərə bərabər, nisbətdən alınmış cavaba bərabərdir. Misal üçün bir dənə nümunə qeyd edirəm. Yazıram ki, A-nın D-yə nisbəti bərabərdir C-nin D-yə nisbətinə. Deyirəm ki, bunun cavabı 3-ə bərabərdir. Misalda soruşur. Onda A üstə gəlsin C bölünsün, B üstə gəlsin D ifadəsinin qiyməti nəyə bərabərdir? Heç bir hesablama aparmağa ehtiyac yoxdur. Əgər yuxarıdakı nisbətin cavabı 3-ə bərabərdirsə, bunun da cavabı 3-ə bərabər olur. Bundan əlavə belə bir şey demək istəyirəm ki, bəzən sürətdəkilərin cəmini məxrəcə verir, məxrəcdəkilərin cəmini isə sürətə qeyd edir. O zaman isə fikir veririk ki, sürətdəkilər sürətdə, məxrəcdəkilər məxrəcdə qalırsa, cavab K-dırsa elə K-da verir. Amma tərsini yazırsa, məxrəcdəkiləri sürətə, sürətdəkiləri məxrəcə.
Onda cavabımız K-da 1 verir. Yəni alınan cavabın tərsini verir. İkinci xəstəmizə keçid eləyək. İkinci xəstəmizdə isə əgər A bölünsün B bərabər C bölünsün D ifadəsi bərabər olarsa K-ya, eyni kəsirdə duranları eyni ədədə vurmaq şərti ilə sürətdəkilərin cəmini sürətə, məxrəcdəkilərin cəmini isə məxrəcə qeyd eləyirəm. Yenə cavab dəyişmir. Yenə K-ya bərabərdir. Bir şey burada qeyd etmək istəyirəm ki, A və B eyni kəsir olduğundan hər ikisini M ədədinə, C və D eyni kəsir olduğundan ikisini də N ədədinə vurdum. Yəni nəticə etibarıyla eyni cavab alındı. Yuxarıda dediyim qayda və nümunə burada aiddir. Sadəcə olaraq yenə əgər sürətdəkilər sürətə, məxrəcdəkilər məxrəcə verirsə cavab olduğu kimi qalır. Tərsinə versəydi sürəti məxrəcə, məxrəci sürətdə qeyd etsəydi cavab yenə K-da 1 şəklində qalardı. Keçdik üçüncü xəstəmizə. Üçüncü xəstəmizdə isə belədir. Yenə A bölünsün B ifadəsi əgər bərabərdirsə C bölünsün D ifadəsi, o da bərabərdirsə K-ya. Sürəti öz məxrəci ilə toplayıb bölürəm öz məxrəcinə bərabərdir. Sürətdən öz məxrəcini çıxıb bölürəm öz məxrəcinə bərabərdir. Yenə sürəti öz məxrəci ilə toplayıb bölürəm öz məxrəcinə və sürətdən öz məxrəcini çıxıb bölürəm öz məxrəcinə. Cavab yenə K ədədinə bərabər şəkildə alınır. Və nəhayət dördüncü və bir şey qeyd edeyim ki, hər bir kəsin sürəti öz məxrəcindən, kəsin sürəti öz məxrəcindən toplandı və öz məxrəcinə bölündü. A öz məxrəcini topladı, öz məxrəcinə böldü. C öz məxrəcinə topladı, öz məxrəcinə böldü. Eyni şəkildə fərqdə də belədir. 3 yazılan xəstəni yekunlaşdırma məqsədinə belə bir xəstəmiz var ki, A1 bölünsün A2 bərabərdir, B1 bölünsün B2 bərabərdir və s. C1 bölünsün, C1 yazmayaq bunu, Cn yazaq, yəni sonuncu bölünsün. Hətta gəlin bunun hamısı, hər birini aynı ifadə edək. Belə yazaq. A1 bölünsün B1, A2 bölünsün B2, daha aydın olsun deyə A-in bölünsün B-in şəklində yazaq. Əgər bu da bərabərdirsə müəyyən K ədədinə, deməli sürətdə olanların cəmi neçə dənə olursa olsun, bölünsün məxrəcdə olanların cəmi neçə olursa, nə qədər sayı olursa olsun, yəni nəticə etibarıyla cavab K-ya bərabərdir. İndiyə qədər dediyim bu 4 xəstənin ümumiləşmiş olan xəstəsi idi. Və tənasübün xassələri bu qədər. İndi isə keçid alaq tənasüblə bağlı bəzi əlavə qeydlərə. İndi isə danışaq tənasüblə bağlı bəzi əlavə qeydlərə. Deməli, sadə bir qeyddən başlayıram. Bayaq da qeyd etdiyim kimi, A bölünsün B ifadəsi əgər bərabər olarsa C bölünsün D ifadəsinə verilən ifadəni çarpaz vurmaq lazımdır. Yəni, A vurulsun D bərabərdir, B vurulsun C şəklində yazmaq lazımdır. İkinci bir qeydimiz ondan ibarətdir ki, misal üçün və dediyim demək olar ki, qaydaların hamısını nümunələrlə ifadə edəcəm. Misal üçün bizə veribdir ki, A bölünsün 5 bərabərdir, B bölünsün 3 ifadəsi əgər bizə verilibsə, o zaman A-nın qiymətini 5K, B-nin qiymətini isə 3K götürmə ixtiyarımız var. A-nın qiyməti bərabərdir 5K-ya, B-nin qiyməti isə bərabərdir 3K şəklində götürmək lazımdır. Sonra bu ifadəni bəzən bizə bu formada da verə bilər. A bölünsün B ifadəsi bərabərdir 5 bölünsün 3 şəklində də verə bilər. Onda isə A öz qarşısında durana, B isə öz qarşısında durana uyğun olaraq A bərabərdir 5K, C bərabərdir 3K B bərabərdir 3K şəklində ifadə edilə bilər. Bundan əlavə bizə bunu üçlü tənasüb şəklində verə bilər. Yəni nə cür? Deyə bilər ki, A bölünsün 5 bərabərdir, B bölünsün 3 bərabərdir, C bölünsün 4 şəklində misal üçün bizə belə bir ifadə versə, yenə hər birini öz məxrəcinə uyğun götürə bilərəm. Yəni ki, A-nın qiymətini bərabərdir 5K-ya, B-nin qiymətini bərabərdir 3K-ya, C-nin isə qiymətini bərabərdir 4K şəklində ifadə edə bilərəm. Ancaq mən ikinci, üçüncü və dördüncü qaydanı tətbiq etməyimdən ötürü iki mühüm məqama fikir verməliyəm. Birinci vacib qaydamız ondan ibarətdir ki, ədədlər qarşılıqlı sadə olmalıdır. Qarşılıqlı
sadə olmalıdır. Nümunə yazacağam, sonra həmin nümunəni siləcəm, sadəcə izah etmə məqsədli yazıram. Misal üçün, mənə versə ki, A bölünsün 10 bərabərdir, B bölünsün 15 ifadəsi bizə versə, mən bunu heç vaxt deyə bilmərəm, A-nın qiyməti 10K-dır, B-nin də qiyməti 5K-ya və 15K-ya bərabər deyə bilmərəm. Əvvəlcə edəcəyim iş ondan ibarətdir ki, 10 ilə 15-i eyni bir ədəd ixtisar eləyim, yəni eyni bir ədədə bölüm. 10-u 5-ə böləndə 2, 15-i 5-ə böləndə isə 3. Mən bunu yazıram ki, A bölünsün 2 bərabərdir, B bölünsün 3 şəklində. 2 ilə 3 qarşılıqlı sadə ədəd olduğundan A-nın qiymətini 2K, B-nin qiymətini isə 3K şəklində götürmə ixtiyarımız var. Birinci vacib qaydamız. İkinci vacib qaydamız və uşaqlara ən çox çaşdıran hissə ondan ibarətdir ki, mən burada 5K yazanda deyirlər ki, bəs bu K nədir? K-nın yerinə mən istənilən başqa bir hərf də yaza bilərəm, M yaza bilərəm, N yaza bilərəm. Sadəcə olaraq mən K ilə ifadə etdim və mütləq şəkildə 5 vurulsun, 3 vurulsun, 4 vurulsun K deməkdir. Əvvəlki mövzularda da ifadə elədim ki, ədədlə hərfin arasına, dəyişənin arasına vurma əməli yazılmır adətən. Və əgər misalın şərtində desə ki, ən kiçik qiymət tap. Misalda nə istəsin, ən kiçik qiymət tap sözünü desə, o zaman K-nın yerinə mütləq şəkildə 1 qoyulur. Onda da nə cür yazırıq? Yəni 5 vurulsun 1 bərabərdir 5, 3 vurulsun 1 bərabərdir 3, 4 vurulsun 1 bərabərdir 4 şəklində. Amma bəzən artıq biz bunu avtomatik əzbərlədiyimiz üçün ki, ən kiçik qiymət deyəndə K-nın qiyməti 1-ə bərabərdir. Ona görə də bunu 5K şəklində yox, A bərabərdir ilə birbaşa 5, B bərabərdir birbaşa 3 şəklində yazaraq da ifadə etmək mümkündür. İndi isə dördüncü yazdığım qaydanı biraz mürəkkəbləşdirək. Birincisi qeyd edeyim ki, yazdığım 2 qayda haşiyə aldığım 2, 3 və 4-ə mütləq şəkildə aiddir. İndi isə dördüncü qaydanı biraz mürəkkəb şəklindən tanış olaq. Deməli, belə bir ifadə yazmışdım ki, A bölünsün 5 bərabərdir B bölünsün 4, o da bərabərdir C bölünsün 3 şəklində ifadə yazmışdım. Və bir də bizə bunu bu formada verə bilər ki, 2A bölünsün 5 bərabərdir, tutaq ki, 3B bölünsün 4, o da bərabərdir, olsun neçə, 7C bölünsün 3 şəklində bizə belə bir ifadə versin. Hal-hazırda fikir verək ki, A, B, C sadə formadadır birinci hissədə, ikinci hissədə qarşısına müəyyən bir əmsal əlavə etmişəm. Deməli, qayda bundan ibarətdir. Əgər verilən dəyişənlərin qarşısında duran əmsallar eyni olarsa, hər birinin qarşısındakı əmsal 1-dir. Əmsallar eyni olduğu zaman ancaq mən bu qaydanı tətbiq eləyə bilirəm. Yəni A-nın qiymətinə 5, B-nin qiymətinə 4, C-nin qiymətinə 3 deyə bilirəm. Əmsallar eyni olduğu zaman. Amma ikinci yazdığım ifadədə 2-dir, 3-dür və 7-dir. Əmsallar eyni deyil. Bəs əmsallar eyni olmazsa nə etmək lazımdır? Əmsallar eyni deyilsə, əmsalları eyniləşdiririk. Yəni 2, 3, 7-yə əkod tapıram. 2, 3, 7-nin əkobu eləyir 42. İndi nə edirəm? 2-nin, 3-ün və 7-ni yerinə aparıb 42 qeyd edirəm. 42A, hələ ki məxrəc işim yoxdur. 42B, məxrəc işim yoxdur. 42C, məxrəc işim yoxdur. İndi gəldik məxrəcə. 2-ni 42-yə gətirmək üçün 21-ə vurmuşam. Deməli, 5-i də mütləq şəkildə 21-ə vurub qeyd edirəm ki, 105. 3-ü 42-yə gətirmək üçün 14-ə vurmuşam. Deməli, 4-ü də 14-ə vurub yazmalıyam, 56. 7-ni 42-yə gətirmək üçün 6-ya vurmuşam. 3-ü də 6-ya vururam, yazıram 18. Qarşısında olan eyni əmsal olan 42-lər ixtisar gedir. Və ifadəm bu formada qalır. A bölünsün 105, bərabərdir B bölünsün 56, bərabərdir C bölünsün 18. Deməli, A-nın qiyməti 105, B-nin qiyməti 56, C-nin qiyməti isə 18-ə bərabərdir. Və bu qayda nəinki tənasüb faiz dərsində, bizə bundan sonra olacaq bütün dərslərin hamısında mütləq şəkildə, vacib şəkildə bilməli olduğumuz qaydalardan biridir və bizə mütləq şəkildə lazım olacaq bir qaydadır. İndi isə keçdalaq düz mütəmmasib və tərs mütəmmasib cəmiyyətlərə, biraz da onlarla bağlı nümunələrə baxaq.
Deməli, indi isə baxaq düz və tərs mütənasib cəmiyyətlərə. Birincisi qeyd edirəm düz mütənasib cəmiyyətləri, düz mütənasib. Gəlin görək düz mütənasib cəmiyyətlər nədir? Əvvəlcə bir neçə də nümunə ilə baş salmaq istəyirəm. Deməli, misal üçün, dedikcə gözünüzün qarşısına gətirin dediklərimi. Bizə bir dənə otaq boyamaq üçün, bir dənə otağı boyamaqdan ötrü 5 kiloqram boya veribdilər. İndi isə bizə gəlib deyirlər ki, bir dənə otağa 5 kiloqram boya bəsdir. Bizə deyirlər ki, 2 dənə otağı boyamaq üçün nə qədər boya verilməlidir sizə? Bax, bir dənə otağı boyamaq üçün 5 kiloqram boya lazımdırsa, avtomatik 2 dənə otağı da boyamaq üçün mənə 10 kiloqram boya lazım olacaq. Yəni ki, otaqların sayını artırdım deyə boyanın da kütləsi artdı. Və yaxud da belə bir nümunə gətirim. Misal üçün, bizə hər hansısa bir divarı boyamaq üçün bizə boya verirlər. Həmin deyək ki, 4 dənə divarı boyamaq üçün 8 kiloqram bizə boya verilir. Bizə deyir ki, bəs 2 dənə divarı boyamaq üçün sənə nə qədər boya lazımdır? Fikirləşirik ki, 4 dənə divarı boyamaq üçün mənə 8 kiloqram boya lazımdırsa, 4 dənə divardan ötrü 8 kiloqram boya lazımdırsa, 2 dənə divardan ötrü 4 kiloqram boya lazım olacaqdı. Deməli, divarın sayını azaltdım deyə boya da azaldı. Onda düz mütənasib cəmiyyətlər yaranır. Düz mütənasib cəmiyyətlər, kəmiyyətlərdən biri artanda digəri də artır, kəmiyyətlərdən biri azalanda digəri də azalır. Bunu elmi formada qaydasından desək, kəmiyyətlərdən biri bir neçə dəfə artdıqda və ya azaldıqda, digər kəmiyyət də o qədər dəfə artarsa və ya azalarsa, belə kəmiyyətlər düz mütənasib cəmiyyətlər adlandırılır. Qəti sürətdə dənə anlayışı bura aid deyil. Mütləq şəkildə dəfə anlayışı bura aiddir. Yəni, misal üçün, mən deyə bilmərəm ki, mənim bu il 20 yaşım var, misal üçün. Hər hansı bir şəxsdən tutaq ki, 25 yaş var. Deyirəm, mən 5 ildən sonra 5 yaş artdım, 25 oldum. O da 5 ildən sonra 5 yaş artdı, 30 oldu. Bu o demək deyil ki, mən artdım deyə, o da artdı deyə biz düz mütənasibik. Xeyr. Çünki biz dənə artımdan artdıq. Dəfə artım, dəfə azalma anlayışı ancaq düz mütənasib cəmiyyətə aid olunur. Bir də göz uşaqlar qaydanı deyəndə deyir ki, bir kəmiyyət neçə dənə artırsa, o birisi kəmiyyət də o qədər dənə artırsa, xeyr. Bir kəmiyyət bir neçə dəfə artdıqda, digər kəmiyyət də o qədər dəfə artarsa və yaxud da bir neçə dəfə azaldıqda, digər kəmiyyət də o qədər dəfə azalarsa, belə kəmiyyətlər düz mütənasib cəmiyyətlər hesab olunur. Bəs gəlin görək düz mütənasib cəmiyyətlərlə bağlı məsələ həllində nə etmək lazımdır? Deməli, dedim ki, tutaq ki, 5 kiloqram boya üçün 5 kiloqram boyanı mən istifadə edirəm 2 otaq üçün. Deyir, bəs 20 kiloqram boya neçə dənə otaq üçün istifadə olunur? Birinci diqqətli olmağımız məqam ondan ibarətdir ki, eyni ölçü vahidləri bir-birinin altına yazılmalıdır. Kiloqram kiloqramın altına yazdım, otağı otağın altına yazdım. Otağı kiloqramın, kiloqram otağın qarşısına alt hissəsini əsla yazmıram və uyğunluq gözlənilməlidir ki, 5 kiloqram 2 otaq istifadə olunub deyə 5 kiloqram 2 otağın, 20 kiloqram soruşduğu üçün x otağı isə 20 kiloqramın qarşısına yazdım. Düz mütənasib cəmiyyətlər işləyən zaman çarpaz vurmaq lazımdır. Yəni 5 vurulsun x bərabərdir 2 vurulsun 20. 5 vurulsun x bərabərdir 40-a. X bərabərdir 40-ı 5-ə böldük 8-ə. Deməli 20 kiloqram boya 8 dənə otaq üçün istifadə oluna bilər. Bunun bir fərqli qaydasını isə belə işləyə bilərik ki, dedik axı bir kəmiyyət neçə dəfə artıb azalırsa, digər kəmiyyət də o qədər dəfə artır azalır. Boyanı 4 dəfə artırdığı üçün kiloqramı da 4 dəfə artıraraq sadə bir üsulla da tapa bilərəm. Bu da oldu düz mütənasib cəmiyyətlər. Bəs gəlin görək, bizə hər hansısa bir kəmiyyət verib, həmin kəmiyyəti düz mütənasib hissələrə bölsə nə cür bölərik? Deyir, 60 ədədini 2, 3, 5 nisbətində düz mütənasib hissələrə böl. Qısa qeyd edirəm, hissələrə böl. Ona nə edirəm? Bax, bu 2-nin yerinə yazıram 2K, 3-ün yerinə yazıram 3K, 5-in isə yerinə yazıram 5K. Yazırıq 2K
Üzerine gəlsin 3K, üzerine gəlsin 5K bərabərdir 60-a. 2 üzerine geldi 3, üzerine geldi 5, 10K bərabərdir 60-a. K bərabərdir 60 bölünsün 10'a. Yəni K bərabərdir 6-ya. Uşaqlar adətən 6 cavabını tapıb əllərini saxlayırlar və cavabda gedib test eləsi 6-nı götürürlər. Xeyr. Bir dəfə 2 vuraq 6-nı hesablayıram. Cavab eləyir 12. Bir dəfə 3 vurulsun 6-nı hesablayıram. Cavab eləyir 18. Bir dəfə də 5 vurulsun 6-nı hesablayıram. Cavab eləyir 30. Deməli, birinci və kiçik ədədim 12, ikinci ədədim 18, üçüncü və böyük ədədim isə 30'uymuş. Bu isə oldu ədədin düz mütənasib hissələrə bölünməsi. İndi isə keçsələr tərs mütənasib cəmiyyətləri. Deməli, tərs mütənasib cəmiyyətlər nədir bəs? Başlayıb gedilək tərs mütənasib cəmiyyətlər. Deməli, belə bir nümunə çəkirəm ki, biz bir dənə ev tikdirmək istəyirik və həmin ev tikdirmək üçün 3 dənə fəhlə gətirirəm. 3 dənə fəhlə, ev deməyək də bir dənə otaq deyək düzəltdirmək istəyirəm. 3 dənə fəhlə bu işi görür 7 günə. 3 dənə fəhlə bu işi görür 7 günə. Mən də görürəm ki, o 3 dənə fəhlə iş artıq ləng gördü. Gedirəm 2 dənə də əlavə fəhlə gətirirəm. Hətta belə deyək ki, 3 dənə əlavə fəhlə gətirirəm. Bayaq fəhlə sayım 3 idi və 7 günə görürdü. İndi isə fəhlə sayım 6-ya qalxdı. 6 fəhlə işi daha tez bir zamanda bitirər, nəinki 3 fəhlə. Deməli, 3 fəhlənin gördüyü işi 6 fəhlə daha tez günə bitirər. Deməli, fəhlə sayı artdıqca gün sayım azaldı. Və yaxud da başqa bir nümunə çəkirəm. Mən burdan şəhərə getmək istəyirəm, ancaq piyada getmək istəyirəm. Piyada gedirəm, şəhərə çatıram 2 saata. Görürəm geç çatdım, gələn səfər şəhərə gedəndə maşınla gedirəm. Maşınla gedəndə isə daha tez çatdım. 10 dəqiqə, 15 dəqiqə şəhərə çatdım. Deməli, piyada getdiyimin sürəti az idi, amma maşınla gedəndə sürətim artdı. Sürətim artdığı zaman vaxtım, yəni zamanım azaldı. Sürət artdı, vaxt və yaxud da ki, zaman azaldı. Və yaxud da başqa bir nümunə çəkirəm. Deyirəm ki, ana uşaqlarına evi yığışdırmaq tapşırıb. 2 nəfər uşaq evi yığışdırmaq istəyirlər və çox gec bitirirlər. O da özlərinə gedirlər 2 dənə də köməkçi gətirirlər ki, 4 nəfər birlikdə yığışdırsınlar. Bayaq 2 nəfər gec bitirirdi, indi artıq 4 nəfər oldular, daha tez evin işini bitirdilər. Deməli, insan sayı artdıqca zamanım yenə azaldı. Və yaxud da bir dənə nümunə çəkim. Ağacdan meyvə dərmişəm. Bilirik ki, ağacdan dərdiyim meyvə daha çox belə nəmli meyvə olurdu, qurumuş meyvə olmur. Ağacdan dərdiyim meyvənin ağırlığı var, müəyyən ağırlığı var, qəşəng nəmli meyvədir, quru meyvə deyil. Sonra mən bu meyvəni qurutdum, quruluğu artmağa başladı. Quruduqca büzüşdü, kütləsi azaldı. Bayaq quruluğu az idi, amma kütlə cəhətdən çox idi. İndi quruluğu çoxaldı, kütləsi azaldı. Deməli, quruluq artdı, kütləsi azaldı. Bax, belə cəmiyyətlərə deyirlər tərs mütənasib cəmiyyətlər. Qaydasın və buna da mütləq şəkildə dəfə anlayışı aiddir. Deməli, qaydasına deyir, bir cəmiyyət bir neçə dəfə azaldıqda, digər cəmiyyət də o qədər dəfə artarsa, belə cəmiyyətlər tərs mütənasib cəmiyyətlər adlandırılır. Nəyə görə buna 4 dənə nümunə çəkdim? Çünki 4 tip tərs mütənasib cəmiyyətlərə aid məsələ həlli bizə düşə bilər. 99% də bu 4 tipdən kənara çıxılmır imtahanlarda. Fəhlə zaman mütləq şəkildə harda fəhlə zaman misalı gördüksə tərs mütənasibdir. Sürət zaman harda sürət zamana aid misallar görsək tərs mütənasibdir. İnsan zaman nəyə görə insan zamanında qeyd edirik, fəhlə zamanında qeyd edirəm? Çünki uşaqlar o qədər komplekslənirlər ki, fəhlə zamana insanla zaman görən kimi artıq beyin o qədər fəhlə zamanda qalıb ki, ayırd eləyə bilmirlər. Bunu aid edirəm təzə faizlə tanış olmuş uşaqlara. 10-cu 11-ci siniflərə yox, 8-ci 9-cu siniflərə. Və quruluqdan kütlə misalları. Adətən birinci qrupa düşən sual tipli quruluqdan kütlə.
Bu 4 tip məsələni harda görsək həmişə bilirik ki, bunlar tərs mütənasib cəmiyyətlərə aid olan məsələlərdir. Bəs gəlin görək tərs mütənasibə aid olan məsələləri nə cür işləmək lazımdır? Deyirik ki, 4 fəhlə işi gördü 8 gün. Deyir, bəs tutaq ki, 12 fəhlə bu işi neçə günə görər? X günü. Tərs mütənasib cəmiyyətlər işləyən zaman qarşıya vurmaq lazımdır. Yəni 12 vurulsun x bərabərdir 4 vurulsun 8-ə. Deməli 12 vurulsun x bərabərdir 32-yə. X bərabərdir 32 bölünsün 12-yə. Bunlar ixtisar gedirlər 4-ə, 3-də 8. Cavab elədi 3-də 8. Düzgün olmayan kəsrə çevirmək də olar, belə saxlamaq da olar. İndi fikir verək. Dedim, bir cəmiyyət neçə dəfə artırsa, o birisi o qədər dəfə azalmalıdır. 4-ü 3 dəfə artırdı, yəni 3-ə vuraraq artırdı. Deməli, 8-i 3 dəfə azaltmalıdır, yəni 8 bölünsün 3. X-in qiyməti 8 bölü 3-dür. Ya aşağıda qeyd etdiyim kimi, ya da yuxarıda qeyd etdiyim sadə üsulla da tərs mütənasib cəmiyyəti işləmək olar. Biz bayaqdan baxdıq ikili şəkildə verilmiş misallara. Gəlin indi baxaq görək, bəs bu tənasüblər bizə bu şəkildə mütənasibliklər istəyir düz, istəyir tərs. Üçlü formada verilsə nə cür etmək lazımdır? İndi gəlin ona baxaq. Deməli, belə bir misala baxaq. Deyir ki, 5 kombayn 6 ton yükü 5 günə daşıyır. 4 kombayn 3 ton yükü neçə günə daşıyır kimi belə bir sualımız olsun. Yadımızda saxlamaq lazımdır ki, bu üçlü mütənasibdir. Bunu üçlü, dörtlü və yaxud da beşli formada da bizə verə bilər. Bəs bu zaman nə etmək lazımdır? Birinci cərgə ilə digər cərgələr arasında düz və ya tərs mütənasib olduğunu qeyd etmək lazımdır. Birinci cərgə ilə hər iki sonuncu cərgəni bağlayıram. Birinci cərgə ilə ikinci cərgə arasında düz və ya tərs mütənasib olduğunu təyin edirəm. Fikirləşirəm, 5 dənə kombayn daha çox yük daşıyar, yoxsa 4 dənə kombayn? Qarşısında da görüldüyü kimi 5 kombayn daha çox yük daşıyar. Nəinki 4 kombayn. Deməli, bunlar düz mütənasib asıldır. Və düz mütənasib asıllığı necə vurmaq lazım idi? Çarpaz şəkildə. Deməli, mən bunları çarpaz vurmalıyam. Bu getdi. İncə keçid alıram. Bu ikinci olan hissəni haşiyə alıram. Bir saniyə bunu düzəldim. Aha. İkinci olan hissəni bu səfər haşiyə alıram. Sonuncunu çıxardıram. 5 kombayn daha tez daşıyıb bitirər, yoxsa 4 kombayn daha tez daşıyıb bitirər? Məlumdur ki, 5 kombaynların sayı artdıqca gün azalmağa başlayır. 5 kombaynın gördüyü iş 4 kombaynın gördüyü işlə daha tez biter. Deməli, daha tez bitərsə, kombaynla gün tərs mütənasib asılıymış. Bəs tərs mütənasib asını nə cür vurmaq lazım idi? Qarşı-qarşıya. Deməli, bunları isə qarşı-qarşıya vurmaq lazımdır. Bunu haşiyədən çıxardırıq. Vəsiyo, oxumuz hardan hara gedirsə vururuq. 5-i 3-ə vurmalıyam. Və 5-i qarşısında duran bu 5-ə vurmalıyam. Bərabər götürməliyəm. 4-ü 6-ya vurmalıyam. Və 4-ü x-ə doğru getdiyi üçün x-ə vurmalıyam. Adi tənlik kimi işləyirik. Deməli, 24x bərabərdir 15, 75. X-ə bərabərdir 75 bölünsün 24-ə. Sərdə aparmaq olar. Bu da oldu üçlü mütənasiblik. Bunu yenə deyirəm, üçlü, dörtlü və beşli şəkildə verə bilər. Həmişə birinci cərgə ilə digərlərinə ardıcıl sürətdə düz və tərs mütənasiblik qurmaq lazımdır. Deməli, başladıq. Ən əsası isə faiz. Birincisi, qeyd edək faiz. Faiz nədir ümumiyyətlə? Faiz deyir ki, ədədin 100-dən bir hissəsinə faiz deyilir. Və mən bunu hər zaman belə bir sözdən vurğulayıram ki, əlimizdə olan hər şey, gözümüzlə gördüyümüz, toxunduğumuz, gündəlik həyatımızda baş verənlərin hər biri 100% olmuş bir şeydir və 100% əlimizlə toxunduğumuz hər şey 100%dir. Bu nə deməkdir? Bundan sonraki məsələ həllərində də, topluda olan məsələlərdə və yaxud da biraz izah edəcəyim məsələlərdə hər zaman vurğulayacağım bir şey var ki, əlimizdə olan neçə faiz idi? Əlimizdə olan 100%dir. Misalın şərtdən bizə verilmiş orijinal olan hissə, yəni əlimizdə olan hissə həmişə 100% olacaqdır. Və faizin qaydasına deyil.
Ədədin 100-dən bir hissəsi faiz adlandırılır. Faizə keçid etməmişdən qabaq, yəni məsələ həlləri və yaxud da ki, misallarını keçid etməmişdən qabaq, biz 4 əsas vacib məqamla tanış olmalıyıq. Birincisi, ədədin faizinin tapılması. Tapılması yazmayaq, tap yazaq ki, çünki hər birini qısa şəkildə ifadə etməyə çalışaq. İkinci, faizinə görə ədədin tapılması. Üç, ədədi faizə çevirmək. Və 4, faizi ədədə çevirmək. Deməli, əsas bu 4 anlayışla biz birinci tanış olmalıyıq. Birincisi, baxdıq ədədin faizinin tapılmasına. Ədədin faizini tapan zaman ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Misal üçün, desin ki, 20-nin 40 faizini deməli yazırıq 20 vurulsun 40 faiz bölünsün 100. Sıfırlar ixtisar gedir. 2 vuraq 4, 8 bölünsün 1. Cavabımız eləyir 8. Deməli 20-nin 40 faizi 8-ə bərabər imiş. Faizinə görə də tapan zaman ədədi faiz göstərən ədədə bölürük, vururuq 100-ə. Misal üçün, bizə desin ki, bu səfər 40 faizi 20 olan ədədi tap. Onda 20-ni bölürük 40-a, vururuq 100-ə. İxtisar gedir 2. 2 ilə də 100 ixtisar gedir 50. Cavab elədi 50. Deməli 20-nin 40 faizi 20 olan ədədimiz 50 imiş. Sonra birinci bununla danışım, sonra aşağı hissəyə keçid etmək istəyirəm. Bir də buranı beləsinə ayırım. Ədədin faizini tapan zaman ədədi faiz göstərən ədədə vurduq və 100-ə böldük. Faizinə görə ədəd tapan zaman ədədi faiz göstərən ədədə böldük və 100-ə vurduq. İlk dəfə faizlə tanış olmuş uşaqlara həmişə kiçik bir köməklik kimi deyirəm ki, əgər birinci ədəd ikinci faiz gəlsə ədədin faizi, birinci faiz ikinci ədəd gəlsə faizinə görə də tapılır. Düzdür, bu qayda biraz çətin məsələlərin həllində ödəməsə də, ilk dəfə faizlə tanış olmuş uşağın əlin alışana qədər öyrənə biləcəyi, tətbiq edə biləcəyi bir qaydadır. Ancaq biz bu iki qayda ilə aşağıdakı iki qaydanı qəti sürətlə qatmamalıyıq. Biri var ədədin tərs mütənasib cəmiyyətlər nədir bəs? Gedirik tərs mütənasib cəmiyyətlər. Deməli, belə bir nümunə çəkirəm ki, biz bir dənə ev tikdirmək istəyirik və həmin ev tikdirmək üçün 3 dənə fəhlə gətirirəm. 3 dənə fəhlə, ev deməyək də bir dənə otaq deyək düzəltdirmək istəyirəm. 3 dənə fəhlə bu işi görür 7 günə. 3 dənə fəhlə bu işi görür 7 günə. Mən də görürəm ki, o 3 dənə fəhlə iş artıq ləng gördü. Gedirəm 2 dənə də əlavə fəhlə gətirirəm. Hətta belə deyək ki, 3 dənə əlavə fəhlə gətirirəm. Bayaq fəhlə sayım 3 idi və 7 günə görürdü. İndi isə fəhlə sayım 6-ya qalxdı. 6 fəhlə işi daha tez bir zamanda bitirər, nəinki 3 fəhlə. Deməli, 3 fəhlənin gördüyü işi 6 fəhlə daha tez günə bitirər. Deməli, fəhlə sayı artdıqca gün sayım azaldı. Və yaxud da başqa bir nümunə çəkirəm. Mən burdan şəhərə getmək istəyirəm, ancaq piyada getmək istəyirəm. Piyada gedirəm, şəhərə çatıram 2 saata. Görürəm geç çatdım, gələn səfər şəhərə gedəndə maşınla gedirəm. Maşınla gedəndə isə daha tez çatdım. 10 dəqiqə, 15 dəqiqə şəhərə çatdım. Deməli, piyada getdiyimin sürəti az idi, amma maşınla gedəndə sürətim artdı. Sürətim artdığı zaman vaxtım, yəni zamanım azaldı. Sürət artdı, vaxt və yaxud da ki, zaman azaldı. Və yaxud da başqa bir nümunə çəkirəm. Deyirəm ki,
Ana uşaqlarına evi yığışdırmağı tapşırıb. 2 nəfər uşaq evi yığışdırmaq istəyirlər və çox gec bitirirlər. O da özlərinə gedirlər 2 dənə də köməkçi gətirirlər ki, 4 nəfər birlikdə yığışdırsınlar. Bayaq 2 nəfər gec bitirirdi, indi artıq 4 nəfər oldular, daha tez evin işini bitirdilər. Deməli, insan sayı artdıqca zamanım yenə azaldı. Və yaxud da bir dənə nümunə çəkim. Ağacdan meyvə dərmişəm. Bilirik ki, ağacdan dərdiyim meyvə daha çox belə nəmli meyvə olurdu, qurumuş meyvə olmur. Ağacdan dərdiyim meyvənin ağırlığı var, müəyyən ağırlığı var, qəşəng nəmli meyvədir, quru meyvə deyil. Sonra mən bu meyvəni qurutdum, quruluğu artmağa başladı. Quruduqca büzüşdü, kütləsi azaldı. Bayaq quruluğu az idi, amma kütlə cəhətdən çox idi. İndi quruluğu çoxaldı, kütləsi azaldı. Deməli, quruluq artdı, kütləsi azaldı. Bax, belə cəmiyyətlərə deyirlər tərs mütənasib cəmiyyətlər. Qaydasını və buna da mütləq şəkildə dəfə anlayışı aiddir. Deməli, qaydasına deyir, bir cəmiyyət bir neçə dəfə azaldıqda, digər cəmiyyət də o qədər dəfə artarsa, belə cəmiyyətlər tərs mütənasib cəmiyyətlər adlandırılır. Nəyə görə buna 4 dənə nümunə çəkdim? Çünki 4 tip tərs mütənasib cəmiyyətlərə aid məsələ həlli bizə düşə bilər. 99% də bu 4 tipdən kənara çıxılmır imtahanlarda. Fəhlə zaman mütləq şəkildə harda fəhlə zaman misalı gördüksə tərs mütənasibdir. Sürət zaman, harda sürət zamana aid misallar görsək tərs mütənasibdir. İnsan zaman, nəyə görə insan zamanında qeyd edirik, fəhlə zamanında qeyd edirəm? Çünki uşaqlar o qədər komplekslənirlər ki, fəhlə zamana. İnsanla zaman görən kimi artıq beyin o qədər fəhlə zamanda qalıb ki, ayırd edə bilmirlər. Bunu aid edirəm təzə faizlə tanış olmuş uşaqlara. 10-cu 11-ci siniflərə yox, 8-ci 9-cu siniflərə. Və quruluqdan kütlə misalları. Adətən birinci qrupa düşən sual tipli quruluqdan kütlə. Bu 4 tip məsələni harda görsək həmişə bilirik ki, bunlar tərs mütənasib cəmiyyətlərə aid olan məsələlərdir. Bəs gəlin görək tərs mütənasibə aid olan məsələləri nə cür işləmək lazımdır? Deyirik ki, 4 fəhlə işi gördü 8 gün. Deyir, bəs tutaq ki, 12 fəhlə bu işi neçə günə görər? X günü. Tərs mütənasib cəmiyyətlər işləyən zaman qarşıya vurmaq lazımdır. Yəni 12 vurulsun x bərabərdir 4 vurulsun 8-ə. Deməli 12 vurulsun x bərabərdir 32-yə. X bərabərdir 32 bölünsün 12-yə. Bunlar ixtisar gedirlər 4-ə, 3-də 8. Cavab elədi 3-də 8. Düzgün olmayan kəsə çevirmək də olar, belə saxlamaq da olar. İndi fikir verək, dedim bir cəmiyyət neçə dəfə artırsa, o birisi o qədər dəfə azalmalıdır. 4-ü 3 dəfə artırdı, yəni 3-ə vuraraq artırdı. Deməli 8-i 3 dəfə azaltmalıdır, yəni 8 bölünsün 3. X-in qiyməti 8 bölü 3-dür. Ya aşağıda qeyd etdiyim kimi, ya da yuxarıda qeyd etdiyim sadə üsulla da tərs mütənasib cəmiyyəti işləmək olar. Biz bayaqdan baxdıq ikili şəkildə verilmiş misallara. Gəlin baxaq görək bəs bu tənasüblər bizə bu şəkildə mütənasibliklər istəyir düz, istəyir tərs. Üçlü formada verilsə nə cür etmək lazımdır? İndi gəlin ona baxaq. İndi isə faizdən bağlı bir neçə dənə qaydaya baxaq. Deməli, birinci qeyd etmək istəyirəm ki, deməli, desin ki, A ədədi B-nin neçə faizidir? Deməli, A ədədi B-nin neçə faizidir? Qaydamız ondan ibarətdir ki, A ədədini bölürük B ədədinə, vururuq 100%. Misal üçün, bizə desin ki, 30 ədədi və yaxud da 30 60-ın neçə faizidir? Düz yarısı olduğu üçün 50% olduğu görünür. Nümunə kimi yazdım. Neçə faizidir? Deməli, 30-u bölürük 60-a, 30 bölünsün 60, vururuq 100%.
30-dan 60 ixtisar gedir 2, 2 ilə də 100 ixtisar gedir 50. Deməli 30 60-ın 50% deməkdir. Ancaq birazdan bununla bağlı bir əlavə qeyddə qeyd eləyəcəm. Deməli sonra gəldik ikinci qaydamıza. Bizə deyir ki, A ədədi ikinci. A ədədi artdı deyə bilər, azaldı deyə bilər, dəyişdi deyə bilər, B oldu. Deyir dəyişimi faizlə göstər. Bizdən dəyişimi istəyə bilər, artmanı istəyə bilər, azalmanı istəyə bilər. Altdan da yazaq ki, artmanıdır. Artmanı da faizdən ifadə etməyimizi istəyə bilər. Azalmanı da faizdən ifadə etməyimizi istəyə bilər. Hər üçünü istəyə bilər. Qaydamız nə cürdür? Bax, bu A əvvəlki ədəddir. B isə sonrakı ədəddir. Sonrakı ədəddən çıxırıq əvvəlki ədədi modulda. Bölürük əvvəlki ədədə, vururuq 100%-ə. Misal üçün, deyir ki, şəhər əhalisi 70 min idi. Artdı, oldu 74.200. Deyir şəhər əhalisi neçə faiz artdı? Sonrakı ədəddən, yəni 74.200-dən çıxırıq əvvəlki ədədi, yəni 70 mini, təbii ki, modulda, bölürük əvvəlki ədəd, yəni 70 minə, vururuq 100-ə. 74.200-dən 70 min çıxanda eləyəcək 4200, bölünsün 7000, vurulsun 100. Artıq hesablanmaya yer buraxmıram, cavab eləyir. Bir saniyə. Cavab eləyir, deməli, 6%. Deməli, cavabımız elədi 6% artım etmiş olar. Sonra isə digər qaydaya keçid eləyək. Ümumiyyətlə, əgər qayda kitablarına fikir versək, faizə aid bir sürü qayda var, düstur var. Ancaq mən həmin düsturları öyrənməyin tərəfdarı deyiləm. Çünki bugün üçün düsturları öyrənirik, sabahsı gün imtahana gedəndə əzbərçilik etdiyimiz üçün düsturu unuduruq. Ona görə də yekun şəkildə 100 üstəgələk və yaxud da çıxılsın A, 100 üstəgələk və yaxud da çıxılsın B, bölünsün 100% düsturundan istifadə etmək istəyirəm. Bəs bu hansı məsələlərə aiddir? Bizdən artma, azalma faizdən istəsə, bu tipdə olan məsələlərə aiddir. Gəlir ziyan məsələlərinə olan düsturlara aiddir. Hansı ki, bunun əlavə düsturu da var. Düzbucaqlının eni, uzunu artması, azalması ilə bağlı olan suallara aiddir və hər üçündə əlavə düsturu qeyd olunsa da biz heç bir düsturu öyrənməyə ehtiyacımız yoxdur. Sadəcə bu düsturla işləyə bilərik. Misal üçün belə bir sual qeyd edirəm. Desin ki, ədədi 20% artırdılar, 20% artdı. Tutaq ki, 30% azaldı. Deyir, ədəd necə dəyişdi? Nə etmək lazımdır? Bilirik ki, ümumiyyətlə artma, toplama deməkdir, azalma da çıxma deməkdir. Onda qeyd edəcəm ki, 100 20% artdı deyirdi, üstə gələk 120 vurulsun, 30% azaldı deyə 100 çıxılsın 30 və bölünsün 100. Bu da eləyir 120 vurulsun 70 bölünsün 100. Sıfırlar ixtisar getdi. 12-ni vururuq 7-yə, 12-yə vurulsun 7, eləyəcək 84. Qeyd etdiyim kimi, əlimizdə olan hər şey 100%-dir. 100-dən də həmin 84-ü çıxırıq, cavab eləyir 16%. Deməli, ədədimiz 16% azaldı. Bu tipdə olan bütün suallara aiddir. Buna əlavə bir dənə belə bir şey qeyd etmək istəyirəm. Uşaqların ən çox səhv işlədiyi yer buradır. Deyir ki, ədədi 20% artdırdılar, artdı. Sonra 20% azaldı. Uşaqlar elə bilir ki, bir dəfə artırıb, bir dəfə də eyni şəkildə azaldıb deyə cavab dəyişmədi olur. Ancaq xatırlatmaq istəyirəm ki, faizdə
Heç bir artma azalma misalında cavab dəyişmədi ola bilməz. Bunu da üstündən işləmək lazımdır. Artma toplamadır, azalma isə çıxma deməkdir. Deməli olur 100 üstə gəlsin 20, vuraq 100 çıxılsın 20, bölünsün 100. Deməli olur 120 vurulsun 80, bölünsün 100. Sıfırlar ixtisar getdi, cavab elə 96. Əlimizdə olan hər bir şey 100%dir. 100-dən çıxırıq 96, cavab eləyir 4% azaldı. Yəni cavabımız dəyişmədi şəklində qalmadı. Bundan əlavə faizlə bağlı belə bir qayda qeyd etmək istəyirəm. Çox vacib qaydalardan biridir və bütün məsələ həllərində bizə kömək olacaq bir qaydadır. Məsələ həlli zamanı, məsələ həlli. Bizim ilk işimiz ümumiyyətlə sual cümləsini tapmaqdır. Yəni tələb olunan nədir? Bizdən nə istəyir? Həmin sual cümləsində ismin sonuna artırılmış 14 variant və ya dan 2 variant şəkilçisini axtarırıq. Həmin bu söz məxrəcə, digəri isə sürətə yazılır. Sürətə yaz, 100-ə vur. Bunu əlbəttə ki, misal həllisiz başa düşmək qeyri-mümkündür. Gəlin baxaq. Bir dənə sual yazıram. Desin ki, elə bayaq yazdığımı, deyir 20 ədədi, tutaq ki, 80-in neçə faizidir? Bax, cümlədə ın şəkilçisinə əlavə olunub 80-in. Deməli, bunu yazmalıyıq məxrəcə. 20 isə digər ədədimdir. Bunu isə yazmalıyam sürətə. Çünki dedim 14 variantdan dan 2 variant nə əlavə olunsa, onlar məxrəcə yazılır. 80 məxrəcə, 20 sürətə vurulsun 100%. İxtisar getdi 4, 4-dən də ixtisar getdi 25. Deməli, 20 80-in 25% deməkmiş. Və yaxud da başqa bir məsələyə baxaq. Deyir ki, Azərin desin ki, 40 qutu qələmi var. Desin Tofiqin isə 60 qutu. 60 qutu qələmi var. Deyir, Azərin qələmi Tofiqdən neçə faiz azdır? Sual cümləmiz budur. Azərin qələmi Tofiqdən neçə faiz azdır? Dedim, dan-dən şəkilçisi, bir də ın, ün şəkilçisi nə əlavə olsa məxrəcə yazılmalıdır. Deyir, Azərin qələmi Tofiqdən. Deməli, Tofiq məxrəcə yazılmalıdır. Azər sürətə yazılmalıdır. Sonra da vurmalıyıq 100%. Tofiqin nə qədər qələmi var? 60. 60 məxrəcə yazılmalıdır. Azərin nə qədər qələmi var? 40 sürətə yazılmalıdır. Vurulsun 100%. Artıq hesablamıram bunu, çünki məqsədim misalın gedişatını başlanmaq idi. Bunlar da faizə aid məsələlərin və faizə aid olan üsullar olan hissəsini bitirdik. Bir şey qeyd etmək istəyirəm ki, kitabda buna aid üsullar və ifadələr olduqca çoxdur. Ancaq onların heç birini öyrənməyə ehtiyac yoxdur. Çünki birinci yazdığım qaydadan tut, axırıncı yazdığım qaydaya qədər hər biri faizin bütün məsələlərini öz daxilində saxlayacaq tipdə qaydalardır. Yəni uzun əzbərçiliklərə ehtiyac yoxdur. Və ən vacibi isə bu üçüncü yazdığımdır ki, tərkibində 3 dənə əsas qaydanı birləşdirir. Bununla da faizə aid məsələlərlə bitdi. Bundan əlavə məhlul məsələlər var. Ancaq onu blok izahı zamanı əlavə edəcəm.